Təəssüf ki, bu cür görüntülərə il ərzində bir neçə dəfə rast gəlirik. Məktəbdə şagirdlər arasında yaşanan zorakılıq halları cəmiyyəti narahat etməyə bilməz. Problemi araşdırsaq görərik ki, kökü daha dərin və şaxəlidir. İlk olaraq hər şey ailənin uşağa göstərdiyi münasibətdən qaynaqlanır. Evin içində şiddət varsa, uşaq da bunu cəmiyyətə ötürür. Digər bir səbəb isə sosial şəbəkələrin mənfi təsirləridir. Bəzi azyaşlıları avara həyatı daha çox cəlb edir. Bu da müəyyən məqamda zorakılığa gətirib çıxarır. Bəs bullyingə məruz qalan uşaqlara cəmiyyətin münasibəti necədir? Ətrafında bəli olmuşdu, ən son 10-cu sinifdə olmuşdu. Bunun lakin qarşılandı, valideynlər və müvafiq orqanlar tərəfindən qarşılandı. Ondan sonra rast gəlmədim məktəbdə. Uşaq bəzi yara almışdı, xəstəxanada müalicə aldı, ondan sonra yaxşı oldu. Buna bir nəsə təsir göstərmək lazımdır. Çəkib paylaşılması da məncə düzgün deyil. Öz psixologiyalarında problem olduğuna görə, diqqətləri çatmadıqlarına görə belə özlərinə diqqət cəlb eləməyə çalışırlar və yəni özlərinə də mənfi təsir göstərir və bullying göstərdiyi adamlara da mənfi təsir göstərir düşünürəm. Psixoloq Lalə Həmidli deyir ki, bullyingə məruz qalanlar sakit, özünə qapalı və emosiyalarını gizlədən uşaqlardır. Onun sözlərinə görə bunun əsas səbəbi ailədir. Birincisi, valideynlər övladlarının inadlaşma dövrü deyirik. Hansı ki, uşaqlarda 5 yaşdan 7 yaşa qədər ciddi şəkildə bir inadlaşma dövrü başlayır. Bu dövrdə uşaqların inadını qırmaq olmaz. Əgər bu dövrdə biz uşaqların inadını qırarıqsa, onlar gələcəkdə özlərini ifadə edə bilməyən, duyğularını ifadə etməkdən qorxan və müəyyən fikirlərini bildirməkdən qorxan yeniyetmələrə çevriləcəklər. Nəticədə belə uşaqlar digər aqressiv uşaqlar üçün bir ova çevrilirlər. Sanki onlar bunların üzərində öz güclərini göstərmək istəyirlər və digər ailədən, hansı ki o aqressiv ailədən çıxan uşaq bu sıxılmış, daha çox emosional zorakılığa məruz qalmış ailədən çıxan uşaqlar üzərində hökmranlıq qurmağa başlayırlar. Psixoloq bildirir ki, bullyingə məruz qalan uşağa dəstək olmaq lazımdır. Sosial şəbəkələrdə bu kimi halların yayılmasına isə qətiyyən yol vermək olmaz. Əslində yeniyetmələrin bullyinginin sosial şəbəkəyə sızması özü artıq ikincili bir bullyingdir. Niyə bu artıq sosial şəbəkələrdə olan insanlar tərəfindən düşünülməmiş hər hansı bir yazıların yazılması, fikirlərin bildirməsi, əlbəttə bu yeniyetmə də bunu oxuyur və ciddi şəkildə onun şəxsiyyətində ciddi şəkildə dəyişikliklərin yaranmasına gətirir çıxardır. Əgər bir yeniyetmə cəmiyyət tərəfindən qınanılarsa, bu yeniyetmədə gələcəkdə ciddi şəkildə şəxsiyyət pozuntularının yaranmasına qədər, ağır depressiyaların yaranmasına qədər hadisələrə yol aça bilər. Unutmayaq ki, bullying sadəcə bir hadisə deyil, həm də uşağın həyatına vurulan bir zərbədir. Susmaq problemi həll etmir. Hər uşaq qorunmağa və sevilməyə layiqdir. Jalə Qəhrəman qızı, Suada Quliyeva, Azər Nağıyev.